Salam değerli izleyicilerim, kanalıma hoş gelmişsiniz. Bugün sizler için tez bazar cəmi 3 günə hazır olan pərpətöyün turşusunun hazırlama qaydasını paylaşacağım. Əvvəlcə pərpətöyünləri yaxşıca yuyuram və aş üzərinə tökürəm ki, suyu süzülsün. Bir balon üçün bir baş sarımsaq, 4 ədəd dəfnə yarpağı, 1 stəkan sirkə, eləcə də 3 yemək qaşığı duzdan istifadə edirəm. Sirkə mən evdə hazırlanmış alma sirkəsindən istifadə etdim. Əgər siz istəyirsinizsə, mağazada satılan alma və yaxud da üzüm sirkəsindən istifadə edə bilərsiniz. Pərpətöyünləri balonun içərisinə yığıram. Üzərinə dəfnə yarpağı, eləcə də sarımsaq tökürəm. Sarımsaqların dadı yaxşı çıxsın deyə tən yarıya bölürəm. Taxta qaşıq vasitəsilə pərpətöyünləri balonun içərisinə bu qayda ilə yerləşdirirəm. Daha sonra isə digər pərpətöyünləri yığıram. Əgər istəsəz, pərpətöyünləri balona yığan zaman 2-3 hissəyə bölə bilərsiniz. Mən bölmədən yığdım. Sonda balonun içərisinə 3 yemək qaşığı duz tökürəm. Üzərinə sirkəni əlavə edirəm. Daha sonra isə qaynamış qaynar su tökürəm. Balonun qapağını bərk bağlayıb tərpədirəm ki, duzu, sirkəsi qarışsın. Beləcə 3 gün otaq temperaturunda saxlayıram. Artıq mənim pərpətöyün turşum hazırdır. Boşqaba tökürəm. Həm rəngi, həm də dadı da çox gözəl olan ləzzətli turşu alınır. Əziz xanımlar, əgər siz də mənim bu üsulumu, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın.